Tamam, şöyle ben yine buranı temizleyeyim. Var. Mesela. Uşaqlar, bugünkü çalışmamız Ağdam MMC olsun. Başlanğıcda nəyimiz var? Ağdam MMC təsis olunarkən deyil, yəni yaradılarkən nizamnamə kapital olaraq 100.000 AZN pul vəsaiti bank hesabına qoyulmuşdur. Şifahi gedək, bəli, bank hesabımız tamam. Kapitalım da artıbdı 100.000. Yadımdan çıxıb bilmirəm kapitalım harda artır. Baxıram kreditdə artıbdır. 100.000 kapital artırıram. Ad olaraq nizamnamə kapitalı deyək. Və bank hesabı dediyinə görə bank hesabında artırıram 100.000. Nizamnamə kapitalımı artırdım. Növbəti gün məndən nə istəyir? Deyir, bank hesabından kassa hesabına 3.000 AZN pul vəsaiti köçür. Gəlin, bəli, aktivlərin yer dəyişməsi olur. İstənilən pul vəsaiti hesabları arasındakı əməliyyat aktivlərin yer dəyişməsidir. Pul hardan çıxırsa, orada azalma gedir və kreditə qeyd edirik. Yazaq, bank hesabımız, kredit 3.000 manat. Hansı hesabımız artır? Kassa hesabımız artır. Debitdə 3.000 manat. Ağdam MMC fəaliyyət üçün fiziki şəxs Qafarov Dəmirçidən 500 metr kvadratlıq istehsalat sahəsi icarəyə götürmüşdür. İstehsalat sahəsinin 100 metr kvadratı ofis üçün nəzərdə tutulub. 100 metr kvadratı ofis üçün nəzərdə tutulmuşdur. 3 aylıq icarəni öncədən nağd olaraq ödəmişdir. Metr kvadratı 20 AZN-dir. Bəli. Gəlin baxaq, əməliyyatımızı birinci adlandıraq. İcarə götürmüşük. Birinci əməliyyat nəyə yazmalıyıq? İcarə xərci və öhdəliyi yox. İlk əməliyyat nədir? Ödəmə eləmişik. Mənim pulum gedib, aktivim azalıb. Bəli. Və bunu necə ödəmişəm? Nağd ödəmişəm. Düzdür? Bəli, nağd olaraq ödənilmişdir. 20 metr kvadrat, metr kvadratı 20 manatdan 500 metr kvadrat 10.000 manat, yoxsa 1000 manat? 10.000. Bəli, o da edir 30.000 manat. Mən 30.000 manatlıq bir ödəniş eləməliyəm. Yəni, mənim 30.000'lik bir pulumun azalması lazımdır. Bunu kasadan ödeyə bilərəmmi? Kasada pulumuz yox, cəmi 3.000 götürdük. Bankdan ödeyə bilərəmmi? Ödeyə bilmərəm. Mənə deyib ki, nağd ödənmişdir. O zaman nə edəcəm? 27.000 pul əlavə etməm lazımdır. Buna nə deyirlər? Qeyd olunmayan əməliyyatlar və yaxud da sənəti olmayan, amma maliyyə hərəkəti olan əməliyyatlar. İş yerində olacaq belə bir əməliyyat, amma ortada sənəti yoxdur. Sən onu müəyyənləşdirmək üçün belə deyək, ya icarə sənətindən, ya ödəmə sənətindən biləcəksən ki, ikinci sənət kassana pul gətirmədən bunun ödənişini edeyim. Tapıb onu sənətləşdirmən lazım. Tamam, qeyd eləyək. Yenə kassa hesabımıza 27.000 manat da əlavə edirəm. Və bank hesabımdan azalma edirəm. Bank hesabımın kreditinə qeyd elədim. Artıq mənim kassamda pulum var. Və kassamdan bu pulu ödeyə bilərəm. Kassamın deyirəm krediti 30.000. Bu qədər icarəyə pul vermək gəlmirəm. 30.000 kassanın kreditinə qeyd elədim. Bu pul məndə artıq hara gedəcək? Aktivin debetinə gedəcək. Və hesabım olacaq gələcək dövrün xərci. Avansla eyni təyinatlı olub.
sadəcə gələcəkdə baş verəcək xərclərə görə və bir də müəyyənləşdirə bilmədiyim işlərə avans verdiyim zaman onu da gələcək dövrün xərcinə qeyd edə bilirəm. Yəni mənim icarəm hər ay baş verəcək. Hər ay 10.000 olacaq. Amma bu ayı tanıyacağam. Okey, əla. Amma növbəti ay və o biri aylar bu gələcəkdə baş verəcək xərclərlə bağlı olduğuna görə mən ödənişimi indidəndən gələcək dövrün xərcinə çıxartıram. Eynən avansdır. Eynən. Sadəcə nömrəsi 243 deyil, 242-dir. Adı da verilmiş avans deyil, gələcək dövrün xərcidir. Aktiv hesabdır. Debitdə artacaq, kreditdə azalacaq. Debitdə artırdım, gələcək dövrün xərci olaraq qeyd elədim. Arada bir yoxlayaq. Əməliyyatımız sıfırdadır. Hələ də aktivimin dəyəri 100.000 olaraq qalıb. Çünki pasivdə sadəcə nizamnamə kapitalı qoyuluşum var. Başqa əməliyyatım yox. Ödədim. Amma bu ay üçün mən icarəni nəzərə almalıyam axı. Birinci 10.000-liyini nəzərə almalıyam. Ona görə deyirəm ki, təzə sətirdən 10.000-lik icara xərcim yarandı. Artırıram icarəni 10.000 və yazıram icarə xərci. İcarə xərcim 10.000 artdı. Eyni zamanda icarəyə görə öhdəliyim də artdı. O da 10.000 manat. Ona da yazıram icarə borcu. Bəli. Hər ay sənə baş verən birinci əsas xərcimi tanıdın ki, sənin bu ay 10.000-lik icarə xərcin var. Onu da hələ ödəməmsən, ona görə də 10.000-lik icarə borcun var. Amma baxırsan ki, sən gələcək dövrün xərci üçün 30.000 ödəmisən artıq. Düzdürmü? Eynən avans əməliyyatındakı kimi nəyin debitinə qeyd edəcəm? Öhdəliyimin debitinə icarə borcumun 10.000. Bayaq ki, bu xərcə görə olan əməliyyatın eynisidir. 10.000. Eyni zamanda gələcək dövrümün xərcini bəli azaldacam kreditdə 10.000. Və əməliyyatım dayanmış olacaq. Yəni bu ayı bitirmiş oldu. İndi isə baxın neçənci sualdayam. 4, 10-a baxaq. Ağdam MMC məhsul istehsal etmək üçün dəyəri 100.000 AZN olan bina almışdır. Binanı alıb hələ, ödəmə eləməyib. Alınan binanın 20%-ni əvvəlcədən ödəyib. Qalan hissəsini isə hər ay 5.000 AZN olaraq ödəyəcək. Aydındır? Yəni Ağdam MMC hazır bir bina alıb, heç bir təmirə ehtiyacı olmayan, təzə 100.000 manat ödəyib ona, daha doğrusu 100.000 manatda razılaşıblar və bu binanı satan adama 100.000 manat borclanıb. Anında gəlirəm öhdəliyimin kreditinə 100.000 borcumu artırıram. Bu götürdüyüm öhdəliyin qarşılığında məndə nə baş verdi? Aktivimdə 100.000 manatlıq bir bina əmələ gəldi. Binanı mən bir il müddətində istifadə etməyəcəyimə görə, bir ildən çox istifadə edəcəyimə görə bu mənim uzun müddətli bir aktivim oldu. Və onu uzun müddətli aktiv olaraq qeyd edirəm 100.000 manat. Öhdəliyimi də artırdım, aktivimi də artırdım. Amma şərtinin davamı nə dedi? Alınan binanın 20%-i əvvəlcədən ödənilib. Tamam, gəlirəm, hardan ödəmişəm? Pul harda var məndə? Yalnızca bank hesabında var. Bank. 100.000-in 20%-i 20.000 və kimə ödəyirəm bunu? Buna nə yazaq? Bina yazsaq olar sizin üçün. Binanı satan yazaq. Ki ifadələri, yəni birbaşa mən kreditor, debitor belə şeylərə çox girmək istəmirəm. Və ödəyirəm kimə? Həmin şəxsin borc hesabının debitinə 20.000. Bu əməliyyatı da qeyd elədim. Baxın, mən hansı əməliyyatı qeyd edirəm? 20.000 ödəyirəm.
Sen çıkar. Çıxdı. Xərcimiz deyil. Necə olsun? Bina dur bax yerindədir. Bəli. Binanın 2 otağını söktülər. Xərc olması inşallah o dərsə girmək istəyirəm. Çətindir, girə bilmirəm. Yəni amortizasiya hardan başlayacağımı bilmirəm doğrusu. 20 minimizi qeyd elədik. Mən sizə nə izah edəcəkdim? Baxın uşaqlar, ümumiyyətlə istər şərtdə, istər sənədlərdə, istər imtahanlarınızda, bu iş müsahibəsi imtahanı ola bilər, bizim özümüzün keçirəcəyimiz sertifikasiya imtahanı ola bilər, heç bir fərqi yox. Amma unutmamalı olduğunuz bir şey var. İnformasiya verən cümlələrdəki əməliyyatları qeyd eləmirsiniz. Əməliyyatlar mütləq maliyyə axını yaratmalıdır. Yəni, pul bir yerdən bir yerə getməlidir. Pul getmirsə belə, pulla əməliyyat, həmin o əməliyyat cümləsində sənə pulla ölçülə biləcək bir nəticə baş verməlidir. Ya sən borca düşməlisən, borcun əmələ gəlməlidir. Ya xərcin əmələ gəlməlidir. Ya aktivin əmələ gəlməlidir. Ya alacağın əmələ gəlməlidir. Yəni, bu 4 əməliyyatdan biri illaki baş verməlidir ki, daha doğrusu aktivin artması, azalması, yer dəyişməsi və passivin yer dəyişməsi olmalıdır ki, sən əməliyyata qeyd edə biləsən. Yoxsa burada nə deyir misal üçün? Qalan hissədə hər ay 5000 azin olaraq ödənilmiş. Nə deyir? Ödəniləcək. Mən bu əməliyyatı niyə qeyd edeyim ki, nə olsun orada məbləğ var? 5000 var. Hələ gələcək ay gəlsin, çatsın. Onunla bağlı mənə bir tapşırıq gəlsin. Mən ondan sonra ödəməmə edim. Hələ ki, sadəcə öhdəliyimi durub yerində. Növbəti əməliyyatımız Öhdəlik kimi qeyd etməyə deyildi hocam. öhdəlik kimi qeyd etmişəm də. Bax, fikrin ona görə deyir. Öhdəlik kimi mən opşi rəqəmi 100 min olaraq qeyd etdim axı. Bir də hər ay 5000 edəndə bina 2 qat başa gələr mənə. Siz anında işdən çıxardarlar. Etməyin elə şey. Müəssisənin fəaliyyəti üçün işə işçilər götürülmüşdür. Nə deyir? Direktor 2600 azin, baş mühasib 1900 azin, kadrlar 1500 azin, kargüzar 700 azin, istehsal rəhbəri 1500 azin olaraq. Digərləri isə istehsalat işçiləri 10 nəfərdən 700 azin, satış müdürü 1400 azin, ekspeditorlar, yəni satış təmsilçiləri isə 3 nəfər 9 azin olaraq ştat vəzifə maaşı təyin edilmişdir. Əlbəttə hamısı öhdəlik sayılır. Və zəhmət olmasa hesablayalım. Ləmən xanımın dediyinə görə 17.300 manat əmək haqqımız əmələ gəlir. Amma burada bir durum var. Biz hal-hazırda ümumi xərc olaraq qeyd edəcəyik də, yəni əmək haqqı xərci olaraq qeyd edəcəyik. Amma müxabirləşmələrində bu xərclər qruplaşmalıdır. Yəni necə olmalıdır? İnzibati xərclər, direktor, baş mühasib, kargüzar, kadrlar, bəli, istehsalat rəhbərininki istehsalat məsrəflərinə, debit hissəsi, sonra satış müdiri və ekspeditorlarınki isə kommersiya xərclərinə müxabirləşmələrin verəcək. Amma hələlik isə ümumi veririk. Bunun üçün nə baş verəcək? İlk öncə bildiyim əməliyyatı, rəqəm 18.300 manatlıq bu ay üçün mənim əmək haqqı xərcim yarandı. Əmək haqqı xərci. Əmək xərci olaraq qeyd elədim. Eyni zamanda məndə nə baş verəcək? Bəli, öhdəlikdə də 18.300 manat əmək borcu. Əmək haqqı borcu da yəni. Borcum da artdı. Passivin yer dəyişməsi baş verdi yenə bizim üçün. Növbəti proses müəssisə bankdan illik faiz dərəcəsi 15% olan 60.000 AZN kredit almışdır. İllik 15% olan 60.000 AZN kredit almışdır. Ne olacaq? Bəli, aktivin artır. Bank səncə verdiyi krediti sənin kassana göndərərmi? Əsla göndərməz və bank hesabında olacaq. 60.000 manat.
Və bu nədir bizim? Öhdəliyimizdir. 60.000 manat. Bu bizim necə bir öhdəliyimizdir? Bank öhdəliyimizdir. Krediti bizə 12 aylıq veriblərsə, bu olacaq qısa müddətli bank kreditləri. Krediti bizə 1 ildən çox müddətə veriblərsə, bu olacaq uzun müddətli bank kreditləri. ÖDV-si 20.000 azərbaycanlı. Biz 60.000-in 15%-ində hesablayalım. Düzdür, faiz borçları aylıq olaraq hesablanır və sizə aylıq olaraq borclandırılır müəssisələr tərəfindən. Daha doğrusu belə deyək də, alacaqlandırılır bank tərəfindən. Biz özümüzsə hər ay üzrə özümüzü borclandırmalıyıq. Yəni, illiyi hesablayıb bəri başdan bu qədər borcumuz var deməməmiz lazımdır. Bəlkə 3 ay sonra borcun bir qismini ödəyəcəyik, amma məbləği. Deyək ki, 20.000-ini, 30.000-ini, 40.000-ini. O zaman faiz hesablamamız dəyişəcək axı. Biz bəri başdan özümüzü niyə görə 60.000 15% bir ilə görə borclandıraq ki? Onun üçün biz necə bir hesablama aparmalıyıq? Birinci illiyi çıxardıraq 9.000, sonra 2 bölü 7. Bəli. Bu dəqiqə. Birinci illiyi tapırıq. Götürdüyümüz məbləğ 60.000. 60.000 15%-i 9.000. Bu oldu 1 illik. Mən 1 ay tapmaq istəyirəmsə, 1 ilimdə var 12 ay. Bölürəm 12-yə. 9.000 12-yə böldüyüm zaman nə qədər məbləğ eləyəcəksə, o qədər də özünü borclandıracaq. 700. Tamam. Yine neymiş? Zaten ben demiştim ya makam deyipti. 19.300 19.300 Tamam. Bu rəqəmin borcunu etmişik. Bu faiz borcu mənə kimə qarşı olacaq? Banka qarşı olacaq. Zaten mən bunu yine mənə öhdəliyim yaranacaq. Şirkət olaraq da banka verəcəm. Amma faizimin təyinatı fərqli olacaq. Onu başqa cür sinifləndirməliyəm. Biz sizinlə necə də razılaşmışdıq ki, birinci, mühasibatlığın ümumi uçotun prinsipi olaraq əməliyyatları qeyd etməliyik. İkinci olaraq həmin əməliyyatları sinifləndirməliyik. Sonra hesabata çevirməliyik, rapor eləməliyik. Ondan sonra da analiz eləyə bilməliyik. Biz onun üçün birinci nə elədik? Əməliyyatımızın qeydiyyatını aparmağın yönünü bilirik. Öhdəliyimizə yazırıq 750 manat və xərcimizə də yazırıq 750 manat. Xərc olaraq bilirik ki, bu faiz xərcidir. Öhdəlik olaraq da bilirik ki, faiz öhdəliyidir. Bunu sinifləndirdiyimiz zaman da bu formada hesab nömrələrini önünə qeyd eləməmiz lazım olacaq. Müqabilləşmələri verdiyimiz zaman. Mən hələ ki buna bir şey ödəməmişəm ki. Yenə passivlərimin yer dəyişməsi baş verdi. Amma birində banka öhdəliyim yaratdığı zaman, kredit öhdəliyim yarandığı zaman, digərində isə faiz borcum yarandı. Borclarımı ayırdım bir-birindən. Növbəti əməliyyat Ağdam MMC məhsul istehsal etmək üçün 20.000 AZN-lik, çox getdim, bir dəqiqə. Ağdam MMC bir ədədi ədəvəsiz qiyməti 20.000 AZN olan nəqliyyat vasitəsi alıbdır. Birini 20.000-ə alıb. Neçə dənə alaq? 60.000 pulumuz var idi. Gəl 2 dənə alaq 20.000 hər ehtimala qalsın. Biz də deyə bilərikmi? Belə deyə bilərik? Deyə bilmərik. Çünki 60.000-i biz nəsə bir təyinat deyib bankdan götürmüşük, yəni biznes krediti olaraq. Ona bir layihə təqdim etmişik və ona görə götürmüşük. Bu istehlak krediti deyil ki, biz istədiyimizi eləyə bilər. Orada 3 dənə almalıyıq. Bəli, 3 dənə almalıyıq. 3 dənə alırıq biz Ford Transit. Ford Transit nədir? Bir aktivdir, nəqliyyat vasitəsidir. Nə qədər istifadə olunacaq müəssisədə? Ən azından bir ildən çox, yəni uzun müddətli olacaq. Bəli, aktiv 60.000 və bu ÖDV-siz də ədəbiyyat gəlmiş sunulunda
Yox, gəlmir. Sərlərlə ədəbi keçməmişik sizinlə. Hara gəlim? Yəni bir də orada dolaşaq. Avansdan çıxa bilmirik elə. Tamam, buna mən də avtomobil yazacağam. Aha, 60.000 nə deyir? Alıb deyir də, ödəyib demir ki. Almışdır deyir. Eyni zamanda borcum da yaranacaq. 60.000 kimə qarşı? Mal satana qarşı. Tamam. Mal satana qarşı da 60.000'lik borcum yarandı. Növbəti də nə deyir? Nəqliyyat vasitələrinin istifadə müddəti 10 il olaraq təyin olunur. Buna uyğun amortizasiyanı hesablayın. Tamam uşaqlar, mən burada pauzanı 8-ci sualdaydıq. Nəqliyyat vasitəsinin istifadə müddəti 10 il olaraq təyin olunur. Buna uyğun amortizasiyanı hesablayın deyir. Amortizasiya dediyimiz anlayış bir uzun müddətli aktivin xərcə tanına bilməsi formasıdır. Yəni bayaqlarımızda xanım xərcə tanımaq istəyirdi binamızı. Binamızı da xərcə tanıya bilərik sadəcə amortizasiya norması ilə. Hər il nə qədər köhnələ bilər bina? Deyək ki, binanın istifadə müddətini 20 il vermişik. O zaman 100.000-i 20 ilə böləcəyik, 1 ilə köhnələcək rəqəmi tapacağıq və hər il o qədər köhnəldəcəyik. Ay olaraq mı lazımdır? İlliyi böləcəyik 12-yə, ay olaraq köhnəldəcəyik. Saat olaraq mı lazımdır? Aylığı böləcəyik, daha doğrusu gün olaraq mı lazımdır? Aylığı böləcəyik günlərinin sayına, günlüyü tapacağıq. Saat olaraq bölüb 24 saata vuracağıq istifadə olunduğu saatların sayını. Yəni bu formatda əməliyyatlar sıralana bildiyi qədər gedə bilər. Əsas odur ki, nə qədər istifadə olunursa, dəyərini o qədər azaltmalıyıq. İndi əsas məsələmiz, bizim aldığımız Fordun biri 20.000 manatdır. Bu onun ilkin dəyəridir. Yəni balansımıza oturacağı dəyəridir. Həmin dəyərini biz bir il ərzində istifadə edəndə köhnəlməsini müəyyən etmək üçün 20.000-i böləcəyik faydalı istifadə müddətinə, yəni neçə il istifadə edə bilərik ona. O da nə qədərdir? 10 ildir. 10 il. Böldük 10 ilə, tapdıq ki 2000 manatdır, 1 ili. Bu bir ədədin 2 idi. Həmin o 2000 manatda 3 dənə Fordumuz olduğuna görə 3-ə vuracağıq. Bu da eləyəcək 6000 manat. Yəni bir il ərzində bizim 60.000'lik əsas vəsaitlərimiz, yəni uzun müddətli aktivlərimiz 6000 manatlıq dəyər verəcək. Gəlirəm balansımda əməliyyatımı qeyd etməyə. İtirdiyi dəyər mənə başqa heç bir şey qatmadı. Bu mənim nəyim oldu? Bəli, xərcim oldu. Yəni, kapitalım azalmalıdır. Kapitalım azalması üçün mən onu xərcə yazmam lazımdır. Gəlirəm xərclərimin debitində doğru yerlərimi, bəli, 6000 olaraq qeyd edirəm və ad olaraq da qeyd edirəm amortizasiya və yaxud da ki, köhnəlmə. Qeyd elədim. Bəs bu mənim nəyimdir? Sizə hələ ki, yığılmış amortizasiyanı yox, sadəcə nəyə azaldacağını deyəcəm. Bu dəyər məndə nədən getdi? Fordlarından getdi. Bəli. Yəni 20.000 bir il ərzində 4.000-ə gəlmiş. Bəli. Tamamilə doğru bildiniz. Və əməliyyatımı bu cür olaraq verəcəm. Başqa nəyim var burada? Məhsul istehsal etmək üçün 20.000 AZN-lik avadanlıqlar alır. Ödənişini növbəti aylarda edəcək. Avadanlığı alır, amma heç bir ödəniş etmir. Aha, gəldim debitə. Tamam. 20.000. 20.000 artırdım. Nəyi? Niyə avadanlığı debitdə artırdıq? Bəli, çünki bu bizim aktivimizdir. Necə bir aktivimizdir? Bəli, çünki bir ildən çox istifadə edəcəyik. Bəli, artır. Niyə artır? Çünki ödəniş eləmirik. Nə qədər artacaq? Bəli, həmçinin buna da qeyd mal satan 20.000-də öhdəliyimizi artırdıq.
Və sonrası müəssisə meyvə şirəsi istehsal etmək üçün bəli, əlbəttə yox. İsfahan edeceksin o ay. O ayda əməliyyatı qeyd edəcəyik. Bu bütün ödəmə əməliyyatlarına aiddir. 10-cu sual. Müəssisə meyvə şirəsi istehsal etmək üçün xam mal almaq məqsədi ilə 5000 AZN ƏDV-siz Ama avans ödəmişdir. tamam. Xam malın ümumi dəyəri isə 12000 AZN-dir. Mallar çatdırıldıktan sonra digər hissəsi ödənilmişdir. Yəni neçə əməliyyat var? 3 əməliyyat var. Birincisi verilmiş avans əməliyyatıdır. Bəli. Verilmiş avansımızı yazmaq üçün birinci nə etməliyik? Pulumuzu azaltmalıyıq. Bəli. Bank 5000 azalacaq. Verilmiş avansımız Eşim. bəli. $5000 artacaq. Daha sonra nə baş verdi? 12000 AZN-lik xam mal göndərdilər. Xam mal Tamam. 12000'lik artacaq. Bəli, öhdəliyin də 12000'lik artacaq. Kimə qarşı artacaq öhdəliyin? Mal satana qarşı. 5000 əvvəlcədən verdiyimiz üçün öhdəliyimizi 5000 azaltmamız lazımdır. 5000 öhdəliyimizi azaldırıb mal satan. Nəyin hesabına azaldırıqsa, bəli, O zaman verilmiş avansları çıkaracağım 15'inden. bəli, harda azalacaq? Ben çünkü ilerlere etkilendir. Bəli, avansı da azalt dedim. Üçüncü əməliyyatda nə demişdi? Malları çatdırıldıqdan sonra digər hissəsi ödənilmişdir. Xam mal və mallar bizə çatdırılıb artıq. Qalıq məbləği ödəməliyik. Borcumuz 12000 idi. 5000 azalma verdik. 7000 qalıb. O zaman 7000'in də ödəməsini etməliyəm. Yəni öhdəliyi mal satanı 7000 də azaltmalıyam. 7000 azaldıram artıq nəyin hesabına? Bankın hesabına, bəli. Hə də, yəni nəylə ödəyirsən onunla. Bankdakı pulun ödədinsə bank azalacaq, kassadakı pulun ödədinsə kassa azalacaq. 7000 də bu əməliyyat oldu. Ağdam MMC dost təşkilatdan borc almışdır. Bax, bu çox qəşəng yaza biləcəyiniz bir əməliyyatdır. 5000 manat borc alanda nə baş verəcək? Evet. Hər öhdəliyim artacaq, aktivim də artacaq. Öhdəliyim də 5000'i artırıram kreditdə. Adı nə olur? Alınmış borc. Bu adlar yazıram. Bunlar elə sinifləndirmə deməkdir. Yəni hər əməliyyatın özünə uyğun, öz təyinatına uyğun ad verirsən. Alınmış borcum artacaq. Aktivdə nəyim artacaq? 5000 debitdə qeyd edirəm. Borc alanda nəyi borc almışam ondan? Nağd pul almışamsa kassam artacaq. Yoxsa banka alacaqdımsa o artacaq. Növbəti əməliyyatımız müəssisə 30.000 sifariş alıb. Mən bunu bir yerə qeyd eləməliyəmmi? Sadəcə sifariş alıb. Heç bir mali nəticəsi yoxdur mənim üçün. Burada verməyiblər deyə 30.000'lik heç bir şey qeyd eləmirəm. Bunun üçün alıcıdan 40%'lik avans alınıb. Qalıq məbləğ sifariş çatdırıldıqdan sonra ödəniləcək. Artıq burada tədarükçü tərəf bizik. Bəli. Onun üçün rəqəm nə qədər idi? 30.000'in 40%'ni müəyyənləşdirməliyik birinci. 12.000 manat olar. 30.000'in 12.000 manat mənə pul ödəyiblər. Bəli. Bank hesabım artıb. Eyni zamanda öhdəliyim də artıb 12.000 manat. Amma hansı öhdəliyim? Alınmış avans öhdəliyim.
Və mən buna mal göndərmişəm. Nə qədər deyir? 30 minlik. Burada biraz sətr əlavə edeyim. Lazım olacaq. $30 minlik mal göndərdiyim zaman mənim malım azalmalıdır. Amma malımın maya dəyərini bilmirəm. Bu borclandırım birbaşa. 30 minlik satış eləmişəm. 30 min alacağım artıb. 30 mində gəlirim artıb. Yəni satış. Əməliyyatımızı bir yoxlayaq. Hələ ki sıfırdayıq. Və nə dedi bizə? Mallar çatdırıldıqdan sonra qalıq məbləğ ödənilsin. Biz nə qədər satış etmişik? 30 min. Onun qarşılığında adam bizə nə qədər borcludur? 30 min. Əvvəlcədən bizə nə qədər ödəyibdir? Alınmış avansda 12 min. Deməli, mən alınmış avansı öz borcumdan çıxmalıyam. Yəni, alınmış avans sıfırlanmalıdır. Onun üçün alınmış avansı öhdəliyin debitinə qeyd edirəm. Buradan kopyalayayım, atım elə. Və nəyin kreditində qeyd edəcəm azalmanı təzidəndən? Alacağımı? Bəli, 12 min. 30 mini yox. 20 bin. Qalan pulu. 30 mindən, yəni alacağımdan nə qədər azaltdım cəmi? 12 min azaltdım. Nə qədər alacağım qaldı? 18 min. Ona görə bank hesabım debitdə artacaq 18 min. Kim ödəyəcək bunu mənə? Alacaq ödəyəcək. Hələ getdi bu. 18 min. Alacaq. Ödənişimi ödədilər. Aktivin yer dəyişməsi baş verdi. Və əməliyyat tamamlanmış oldu. Növbəti əməliyyatlar nədir? Bu artıq, buranı qarışdırmaq istəmirəm. Amma özünüzdə qeyd edə bilər. Bu, alınmış avansla eyni təyinatlıdır, amma bu gələcək dövrün gəliridir. Bayaqlarım gələcək dövrün xərcini işləyəni necə eləmişdik? Gəlin şərtə baxaq. Ağdam MMC deyir, həm də kənar təşkilatlara hüquq xidməti göstərir. Əsas fəaliyyətdən kənar olaraq. Tetra MMC ilə müqavilə bağlayıb, aylıq 2000 AZN-ə 5 aylıq xidmət haqqını öncədən almışdır. Yəni, gələcəkdə gəliri tanıyacağı rəqəmləri, yəni ayra 2000-2000-i birdən-birə 10.000 alıbdır. O zaman yenə biraz sətr əlavə edək. Bank hesabı düz yazmadım. 10.000 artıb. Öhdəlikdə artıb 10.000. Bu öhdəliyimi necə sinifləndirim ki, avansla qarışmasın? Gələcək dövrün gəliri olaraq. 10.000-də bunu artırdım. Sadəcə avansla eynidir. Bir-birlərinə qarışmasınlar deyə bu formatda qeyd elədim. Gəlir ki, qeyd edəm. Bilmirik, çünki gəliri hələ eləməmişik axı. Biz qarşı tərəfə nə iş vermişik, nə xidmət vermişik, nə mal satmışıq. Pulun gəlibdir deyə o sənin gəlirin deyil. Sən gələn pulun qədər qarşı tərəfi borcluysan, öhdəlik götürmüsən. Niyə? Ona 6 ay hələ sən xidmət göstərməlisən. Bəlkə 3-cü ayda sənin şirkətin bağlandı. Bəlkə heç adam səndən işləmək istəmədi. Ödənişimə geri qaytar dedi. Sənin xidmətini bəyənmədi. Sən birdən-birə baş verməmiş bir şey necə gəlir kimi tanıya bilərsən ki? Gəliri tanıya bilmək üçün o iş tamamlanması lazım. Hansı hissəsi tamamlanıbsa, o dəyərdə hissəsini gəlir kimi tanıya bilərsən. Alan. Peki, doğru gəlir olanı tanımalıdır. Xeyr, hər ay təhvil təslimatı eləyəcək Tetra MMC ilə ki,
Mən bu aylıq sənə xidmətimi bitirdim. Zəhmət olmasa imzala göndər. İmzaladı, göndərdi. Siz də əvəzində onu elektron qaymə göndərdiniz. Vəssalam. Həmin qaymə əsasında da gəliri tanıyırsan. Nə qədər? 1 aylıq. Hansı ayda baş verdisə gəlir, həmin aya. Sonra da ondan sonra əvəzləməsinin bayaqki xidmətlə bağlı olan hissədəki kimi, yəni alınmış avansdakı kimi yenə də gələcək dövrün gəlirini azaldırsan, nəyin hesabına? Debitorunun hesabına, yəni alacağın hesab. Ofis ləvazimatları və təsərrüfat malları almaq üçün təhtəl hesab şəxsə 2000 AZN pul verilmişdi. Bunu sizlə bir dəfə etmişik, təkrar bir də edək. Təhtəl isə bəli, kassam azalacaq 2000 manat. Əvəzində təhtəl artacaq. Bəli. 2000 manat. Başqa nə var? Ofis ləvazimatları alınıb müəssisəyə təhvil verilmişdir. Təhtəl hesab şəxs avans hesabatını verir və kassa ilə hesablaşır. Kassaya 800 AZN pul qaytarır. Əməliyyat artıraq. Bayağı bir əməliyyat işləmişəm uşaqlar. Əməliyyatı artıraq. Pul kimdədir? Təhtəldə. Amma nə deyir? Deyir ofis ləvazimatı alınır. Müəssisədə ofis ləvazimatı artdı. Nə qədər artdı? 500. Bəli. Hardan aldın 1200'ü? 800'ün qaytarıb 2000 götürmüşüz. Bəli, 2000 pul götürmüşdü, 800'ünü kassaya qaytardı. Deməli ticarəti 1200 manatlıqdır. 1200 manat. Eyni zamanda artıq burada bir öhdəlik formalaşdırmışsınız. 1200 manatı da təhtəlin kreditinə yazırsınız. Ki, təhtəl aktiv hesab olduğu üçün debit çıx kredit olacaq. 2000'dən 1200'ü çıxdığımız zaman qalan 800 manatı da kassaya qaytara bilməlidir. 800 manat. Bəli. Təhtəl O da bəli. Kassa 800 manat artacaq. Kimin hesabına? Təhtəlin hesabına. Ağdam MMC müəssisəsinin təsisçisinə 4000 AZN dividend hesabından çıxmaq şərti ilə borc verir. Sizcə bu əməliyyatı necə çalışıb, necə işləyə bilərik biz? Cümləni bir də oxuyun. Deyir ki, Ağdam MMC müəssisənin təsisçisinə 4000 AZN dividenddən, dividend deyəndə nəyə nəzərdə tutur? Yəni sahibkarın müəssisədən qazandığı xeyrə görə götürəcəyi puldan gedir söhbət. Hələ bilmirik nə qədərdir. Ona görə deyir ki, həmin dividenddən dividendin hesabından çıxmaq şərti ilə borc verir. Bu doğru yanaşmadır. Bəli, aktivin azalacaq. Kimlik dağıtılır. Kassa 4000. Axı dividend ödəmirsən. Borc verirsən. Fonda ile bir tane de şey. Verilen bu. Direktör bu. Verilmiş borc. Debitor deməm olmaz ona, çünki debitorlar satış nəticəsində əmələ gəlir. Amma verilmiş borcla təyinatı eynidir, sənin alacağın əmələ gəlməlidir. Bu sahibkar sənə bu pulu ödəməlidir. Ya da ki, sən onu dividenddən əvəzləşdirməlisin. Ona görə verilmiş borc. Ama geçen şeyde dividend verir, onda dividend. Dividendi ödənilir desəydi, əslində dividend ödəməsi bu cür yazılır əməliyyatda. Mən onu sizə göstərəcəm inşallah. O başqa bir prosesdir. Gəlib satırsan xalis mənfəətə, oradan keçirsən bölüşdürülməmiş mənfəətə, oradan dividend elan edirsən ayrı hesaba, elan olunmuş dividendi onların arasında, sahibkarlar arasında öhdəlikləndirirsən. Hərəsi 534 nömrəli dividendə görə öhdəlik hesabı var. Orada borçlanırsan onlara, sonra ödəniş edirsən. Yəni biraz belə uzun əməliyyatdır. Kassadan minazəyə bank hesabına köçürülmüşdür. Bir dənə də sətr əlavə edək. Kassa kredisinin icrası azaldı. Bəli.
Tebrikler şimdi nazırım. Bəli. Hemen. Olsun. Deməli, aktivlərimizin qalığı oldu 349.000. Öhdəliklərimizin qalığı oldu 255.050 manat. Kapitalımız hələ də 100.000-dir, dəyişməyib. Gəlirimiz 30.000-dir. Xərcimiz isə 36.050 manatdır. Toplam gelirinin toplu hərci çıksa aktivler sanatçılar beraberleşmeler. Bərabərləşibdir. Mən buradan sizə maraqlı bir sual ünvanlamaq istəyirəm. Müəssisəmdə aktivlərin cəmi bəllidir. 349.000. Mən aktivlərdən borclarımı çıxsam, mənim nəyim qalmalıdır? Kapitalım. Aktivlərdən öhdəliklərimi çıxanda nə qalır yerdə? 349.000-dən zəhmət olmasa 255.050 manata çıxın. Yaxud da ki, baxıram belə sizin çıxmaq fikriniz yoxdur. Ona görə bir yer tapın, mən özüm çıxım. Bərabərdir. Nə qədər böyük göründü bu? Bu çıxılsın bu. Və əməliyyatı böyüdək. 93.950 manat. Hani mənim kapitalım 100.000 idi bəs? Hərcimizde var falan. Hərcimiz. Xərcin 36.000-dir. Buna qalsa gərək... Geliyoruz. Bəli. Gəliriniz 30.000-dir. Xərciniz isə 36.050 manatdır. Yəni ortadakı fərq nə qədərdir? 6.050 manat fərq daha çoxdur. Gəlir sıfırlandı. Burada avtomatik bunu bu cür edit etdiyimiz zaman o zaman kapital çıxılsın 6.050 manat qalmış olur yerdə. Yəni bəli. 100.000-ə tamamlanır. Bu o deməkdir ki, gəlirlə xərcin arasındakı fərq müsbətdirsə, yəni belə deyək, gəlir daha çoxdursa, kapitalın artmalıdır. Yəni 100.000 qalxıb olmalıdır 110.000. Yox, gəlirlə xərcin arasındakı fərq mənfiyə doğru getdirsə, yəni xərc daha çoxdursa, kapital azalmalıdır. Kapitalı azaldan əməliyyat yalnızca xərc əməliyyatıdır. Burada görünən dividend birbaşa ödənən Azərbaycan sayağı dividendlərdir. Gəlirəm həmin əməliyyata. Deyək ki, siz dividend elan eləmədən, əvəzləşməni etmədən Azərbaycanlı deyirləri sahibkar dividenddən avans götürür. Və yaxud da belə ifadələr. Bu həmin ifadələrdir. İlin sonu olmadan, xeyrə və yaxud da zərərə düşdüyümüzü bilmədən sahibkar durmadan müəssisədən pul çəkir. 5 ver, 10 ver, 15 ver, 50 ver. Daşıya gedir ilin axırına qədər. Bəhanəsi də odur ki, ilin axırında hesablaşarıq. Yəni, mənə ödəyəcəyiniz puldan əvəzləşərik bunu, silərik. O niyyətlə götürür. O zaman Azərbaycanda bu 4.000 manatı gətirib birbaşa dividendə qeyd edirlər. Və onu da xərc təyinatı kimi kapitalın azalması verirlər. Amma əslində elə bir əməliyyat etmə haqları yox. Ona görə mən maliyyə bərabərinə sizlər görəsiz deyə bura qoymuşam. Ancaq əslində belə bağlı saxlayıram. Sadəcə olaraq cədvələ hazırlayanda biraz naşılıq etmişəm və sıfır nöqtəsini aparıb qoymuşam dividendin altına deyə dəyişdirməyə də vaxtım olmayıb deyə orada qalıbdır, açıq saxlayıram. Əslində mən dividend elə də bir əməliyyat qəbul etmirəm, yazım. Çünki dividendin prosesi uzun prosesdir. Elan olunmasının bir mənfəətliyin olmalıdır ki, dividend götürə biləsiniz. İndi görürsünüz, müəssisə 6.000 zərərdədir. Amma sahibkar öcə 4.000 aparıb. Amma zaten mən 6.000 zərərdəyim. Pul qazanmamışam ki, o qazandığımdan sənə dividend verə biləm. Hələ qazansaydım, onun bir 20%-də vergisi olacaqdı. Bəli. Yox, sahibkarın apardığına görə yox. Xərcimiz gəlirimizdən çox olduğuna görə. Şöyle, bunun bu digər tərəfi sizə aiddir artıq. Yəni, əməliyyat jurnalı hissəsi. Sadəcə nə etməniz lazımdır, onu göstərəcəm. Bir neçə əməliyyatı, hələ ki vaxtımız var. Bunun hamısını oraya yazmıyoruz. Bunun hamısını oraya yazırıq. Yazırıq, hə. Birinci əməliyyatım nədir? Nizamnamə kapitalı. Banka hara yazmışam? Debit. Nizamnamə kapitallara yazmışam. Kreditə. Gəldim. Kreditə nizamnamə kapitalı. Yəni nə rahatda onu yetdim. Debitə nəyə yazmışdım? Bank.
Bankın hesab nömrəsi 223 yazdım önünə. Nizamnamə kapitalı 301. Sizə verdiyim hesablar planı var hansı ki, həmin hesablar, bir də üzr istəyirəm, hesablar planı ilə bağlı, izahı ilə bağlı bizdə video var. Ki, yəni 1-dən 300-ə qədər aktiv hesablardır, 300-dən 400-ə qədər kapital hesablarıdır, 400-dən 500-ə qədər uzun müddətli öhdəliklər, 500-dən 600-ə qədər qısa müddətli öhdəliklər, 600-dən 700-ə qədər satış, 700-dən də 800-ə qədər xərclər. 800 bir hesabı təkdir, o da mənfəət və zərər hesabı. O həm debitdə artır, həm kreditdə artır. Onu sonra izah edəcəm sizə. İndi o mövzulara girmənizə ehtiyac yox. Bu birinci əməliyyatım. Rəqəmim nə qədər idi? 100.000 və 100.000 olaraq da qeyd elədim. Başqa bir əməliyyat seçirəm. Niyə belə seçirəm? Burada var zaten. İkinci əməliyyatım nədir? Bankdan kassaya pulun mədaxili. Bankı kreditə yazmışam, kassanı da debitə yazmışam. Eyni əməliyyatı burada da edirəm. Debitdə kassa. Kassa, kreditə də bank. Kassanın hesabı debitə yazacağım 221. Bankın hesabını da kreditə 223. Rəqəmləri nə qədər idi? 3000 manat və 3000 manat. Eyni əməliyyatdan biri də var idi, səhv etmirəmsə, 27.000 manat olaraq. Eyni əməliyyat olduğu üçün, eyni təyinat olduğu üçün kopyalayıram. 27.000 qeyd etdim. Baxın, burada əməliyyatlar baş verirmi? Tam hamısını gətirmir. Buranı boş verin. Buranın növbəti dərs izah edərəm. Tamam. Başqa nə əməliyyatımız var idi? Aha. 30.000 bu nədir? Gələcək dövrün xərcinə pul ödəmişdik. İcarə ilə bağlı, düzdürmü? Baxaq nə qeyd eləmişik. Kassa kreditdə, gələcək dövrün xərci debitdə. Debitdə olan nədirsə onu debitə qeyd edirəm. Gələcək dövrün xərci hesabını yazdım 242. Rəqəm nə qədər idi? 30.000. Hardan ödəmişdim? Kreditdə nə yazmışdım? Kassa 221. Bir də göstərirəm. Ondan sonra nə baş vermişdi? İcarə borcum yaranmışdı kreditdə 10.000 manat. İcarə xərcində debitdə 10.000 manat. İcarə xərci debitdə olduğuna görə 10.000-i icarə xərcini debitə yazıram. İcarə borcunu da icarə öhdəliyində kreditə yazıram. Nə qədər? 10.000 manat. Bir aylığı 10.000 idi, düzdürmü? İndi gələk əməliyyata. Buranı biraz bağlayaq, görək bağlaya bilirikmi? Gələk əməliyyata. İcarə xərci debitdə olduğuna görə hesab nömrəsini debitə, istehsal sahəsi demişdi. Nə demişdi o? Səhv etmirəmsə istehsal sahəsi demişdi. 202, ya da burada xərci yazıyorum, sonra qarşılayacaqsınız. Hələ ki belə gedin. İcarə borcu isə 535 nömrəli ayrıca bir hesabda sinifləndirilir. Növbəti əməliyyat gələcək dövrünün xərcinin bağlanması. Baxıram ki, evet. Gələcək dövrün xərcinin kreditinə 10.000, icarə borcunun debitinə 10.000 yazmışım. Gəlirəm. Debitə, icarə borcu, kreditə isə xeyr, gələcək dövrün xərci. Tamam, qeyd elədim. Və hesab nömrələrini qeyd edirəm. Debitdə olan kimdir? İcarə borcu 535.
Xərci də 242. Rəqəmləri nə qədər olacaq? 10.000 manat. Çünki borcda o qədər var idi cəmi. 10.000 də bura. Əməliyyatları bu cür adlandıra gedirsiniz. Və yenə dediyim kimi, əgər bu sizə çaşqınlıq yarada bilər, burada əlavə boş yeri qalıb ki. Çaşqınlıq yaradarsa, məndə başqa əməliyyat jurnalım da var. Önə yazıram. Yəni, hesab nömrələrini qeyd edirəm, məbləği bir dəfə qeyd edirəm. Bir də bu formada alt-alta olan qism də var. İndi hansı sizə artıq rahat uyğun gələrsə. Birincisi, bu çalışmaları hamısını ora köçürürsünüz. Amma nə edirsiniz? Hesabların qalığını hesablayırsınız. Neçə dənə hesab nömrəsi varsa və adı varsa qabağında, həmin adları sırayla yazırsınız. Qabaqlarını debit bir sütuna, bir sütunda kredit sütunu çəkirsiniz. Və qalıqları hesablayırsınız. Aktiv hesab olaraq düşündüyünüz hesabların qalığını hesablayanda debitlərindəki cəmindən kreditlərindəki cəmini çıxacaqsınız. Deyək ki, 100 dəfə 221-i debitə yazmışamsa, yəni kassanı, onların hamısını cəmləyəcəksiniz, ümumi bir rəqəm elədir. Oradan çıxacaqsınız. 221-i kassada nə qədər kreditdə yazmışamsa, onların cəmini. Alınan rəqəmi kassa sözünün qabağında debitə qeyd edəcəksiniz. Yəni, aktiv hesabların qalığını hesablayarkən artan yerlərindən, yəni artan hissədən, debitdən azaldığı yerləri krediti çıxıb qalığını debitə yazmaq lazımdır, alınan fərqi. Digər hesablarda, pasif hesab kimi qiymətləndirdiyiniz hesablarda, bəli, onlar harada artırdılar kreditdə? Kreditlərindən debitlərini çıxacaq, azaldığı yerləri, qalan qalıqlarını kreditə qeyd edəcək. Həmin hesabın qabağında kredit üstü. Və bunu etməyinizi xahiş edirəm. Bunu sabaha çatdıra bilsəz, möhtəşəm olar. Yəni, axşam edib atsaz da əla olar. Mən sabah tezdən durub baxaram. Yəni, isti vaxt var ikən. Olmazsa da ki, 6-cı gün göndərin ki, mən sizə yeni çalışmanı göndərim. Hə, mənim tək istədiyim budur hələ ki. Yanlış çevirmek olacak. Nəyə çəkirsən? Bunu atıram sizə. Amma bunun, yəni belə deyək də, videoya baxaraq işləyin də, yəni bunun üzərində davamını getməyin. Bu əməliyyatları başdan təzdən başlayın, gedin. Tamam.